Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Açıq söhbət analitik informasiya proqramının növbəti buraxılışı efirdədir. Hər zaman olduğu kimi bu gün də aktual məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Təbii ki, bugünkü mövzularımız rəngarəngdir. Həm cənab prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamından bağlıdır, həm 28 may müstəqillik günü ilə bağlı, eləcə digər bu kimi proseslərlə bağlı mövzularımız olacaq. Mövzulara keçməmişdən öncə bizim verilişin sponsoru var. Clean House təmizlik vasitələri verilişin sponsorudur. Burada siz asanlıqla cibinizə uyğun və münasib qiymətə təmizlik vasitələri olan döşəmə və şüşə təmizləyiciləri, rəng qoruyucular, ağarcı vasitələr, yuyucu tozlar, qab yuyucu vasitələri və digər bu kimi vasitələri asanlıqla əldə edə bilərsiniz. Eləcə də yüksək qalıcılığı ilə hər zövqa uyğun olan premium ətirləri də asanlıqla əldə edə bilərsiniz. Ünvan Sumqayıt şəhərində 8-ci mikrorayon ev 2-14 dayanacağı yaxın ərazidə yerləşir. Əlaqə nömrələri 070 256 23 88 telefon vasitəsilə əlaqə saxlayıb bu məhsulları asanlıqla əldə edə bilərsiniz. Verilişimizin isə qonaqları var. Qonaqlarımız Milli Məclisin deputatları Jalə Əliyeva və Müşfiq Məmmədli bizimlə birgədir. Hər ikiniz xoş gəlmisiniz, xoş gördük. Təşəkkür edirəm. Jalə xanım, verilişin əvvəlində də qeyd etdiyim kimi cənab prezident İlham Əliyev ötən gün 218 nəfərin əfv olunması haqqında sərəncam imzaladı. Bu da təbii ki, bir humanist addım kimi dəyərləndirməlidir. İstəyərdim elə bu sərəncama münasibət bildirəsiniz, sərəncamın əhəmiyyətini necə dəyərləndirirsiniz, daha sonra bu barədə Müşfiq müəllimi fikirlərini alaq. Buyurun. Təşəkkür edirik əvvəla dəvətə görə və çox aktual olan bir məsələ ətrafında müzakirə aparırıq hal-hazırda. Bəli, artıq məlum olduğu kimi dünən ölkə prezidenti cənab İlham Əliyev əfv sərəncamı imzaladı və bu sərəncamla 218 nəfər, bunların içərisində 16-sı əcnəbi olmaq etibarı ilə vaxtından əvvəl azadlığa buraxıldılar. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bir mənalı olaraq bu cənab prezident tərəfindən imzalanan ilk əfv sərəncamı deyil. Əlbəttə ki, hər il deməli Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün ərəfəsində, əhəmiyyətli günlər ərəfəsində, bayramlar ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamları imzalanır və ümumiyyətlə biraz da daha geniş yanaşsaq, bilirik ki, Azərbaycanda bir neçə dəfə son dövrlərdə amnistiya aktları həyata keçirilib, elan edilib və icra edilib və bu aktlarda ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyeva hələ Milli Məclisin deputatı ikən irəli sürdüyü təşəbbüslər əsasında həyata keçirilib. Əlbəttə ki, bu sərəncamların, bu aktların hər birinin arxasında sadəcə belə deyək ki, bir imza, sadəcə belə deyim ki, bir sərəncamından irəli gələn belə deyək ki, addımlar, fəaliyyətlər dayanmır. Bu sərəncamların arxasında birbaşa insan taleyi dayanır, insan amili dayanır və humanizm ideyaları dayanır. Dövlətimizin, ölkəmizin hər bir ölkə vətəndaşına eyni şəkildə yanaşdığını və kimliyindən asılı olmayaraq ölkə vətəndaşlarının hüquqlarını qoruduğunu və hər bir vətəndaşına daha yaxşı həyat arzu etdiyinin bariz bir nümunəsinə çevrilir. Bəli, bugün məhkum olan, deyək ki, törətdiyi cəmiyyətə yad hansısa əməllərlə azadlıqdan məhrum edilən şəxslərin belə, deyək ki, həm şəxsi, deyək ki, əmin-amanlığı, sağlamlığı, gələcək həyatı, həm də ailəsinin təminatını həyata keçirmək üçün dövlət tərəfindən həyata keçirilən bir addımdır ki, biz bunu əlbəttə ki, çox yüksək qiymətləndiririk və yüksək qiymətləndirməliyik. Azərbaycan prezidenti ilk dəfə hakimiyyətə gələrkən, ilk dəfə prezident kürsüsünə çıxıb and içərkən mən hər bir Azərbaycanlının prezidenti olacağını demişdi və bu ötən illər ərzində atdığı bütün addımlarda, imzaladığı bütün fərman, sərəncamlar, həyata keçirdiyi layihələrlə həqiqətən də hər bir Azərbaycan vətəndaşına prezident və yaxşı prezident olmağı bacardığını ortaya qoyur, sübut edir və dünənki əfv sərəncamı da yenə də hətta belə deyim ki, cəmiyyətdən
vətəndən uzaqlaşdırılmaq məcburiyyətində qalınan, qanunların yol verdiyi, yəni qanunlar doğrultusunda onlara müəyyən məhdudiyyətlərin tətbiq edildiyi insanların belə azadlığa çıxmasına şərait yaratması əlbəttə ki, çox böyük humanizm dəyərlərindən xəbər verir. Bu, onların ailələrinin böyük bir sevincinə səbəb olub və biz bu sərəncama görə əlbəttə ki, prezidentimizə təşəkkür edirik. Müşüm müəllim, sizin də fikirləriniz maraqlı olar. Cənab Prezident tərəfindən bu kimi sərəncamlar xüsusi olaraq həm bayramlarda da baş tutur, yeni il ərəfəsində, eləcə Novruz bayramında, həm də elə sabah artıq qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci il ərəfəsində növbəti əf sərəncamı kimi imzalanıb bu sərəncam. Ümumiyyətlə, əflə bağlı bir çox valideynlər var ki, böyük səbirsizliklə gözləyirlər ki, öz övladları azadlığa çıxsın, öz yoldaşları azadlığa çıxsın. Bax, onların hissləri də bizim üçün vacib olar. Yəni, sizin dilinizdən işləyək. Yəqin ki, siz onlarla rastlaşdırırsınız, müraciət edirlər sizə, məsəl üçün, əf olunma var. Necə hisslər keçirlər? Yəni, həmin anları necə dəyərləndirmək olar? Xüsusilə bu sərəncam və onların hisslərini. İlk öncə qeyd etmək istəyirəm ki, Azərbaycanın 20-ci əsrdə dövlətçiliyinin bərpası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli. Və nəzərinizə çatdırım ki, bu müddət ərzində müstəqillik dövründə bizim ilk prezidentimiz Heydər Əliyev tərəfindən 33 sərəncam imzalanmışdır. Möhtərəm cənab prezident İlham Əliyev tərəfindən 38 sərəncam imzalanmışdır. Cəmi 71 sərəncamla biz 10 mindən artıq insanın azadlığına qovuşmasına şahidiyik və amnistiya haqqları ilə birlikdə isə təxminən 160 minə qədər insanın yenidən həyata fərqli bir baxışla, fərqli bir düşüncə ilə başlanmasına şans verilmişdir. Əf bir hüquqi prosedur kimi baxdıqda insanın törətdiyi əməlinə görə cəzasını bir hissəsini çəkmişdir və yaxud böyük bir hissəsini çəkmişdir və bundan sonra azadlığa çıxmışdır. Biz buna bir hüquqi mexanizm içərisində baxarkən bu əslində sönük görünür. Amma əfə fəlsəfi baxımdan yanaşdıqda dövlətlə vətəndaş arasında olan o hüquqi bağdan başqa bir ülvi bağı da biz müşahidə edirik. Bu nədən ibarətdir? Dövlət öz vətəndaşına güvənir, onun törətdiyi cinayət əməlinə görə qisas yox, ona yenidən bir başlanğıc üçün əsas verir. Başlanğıc üçün şərait yaradır. Yəni, dövlət bəzi, ümumiyyətlə, şərq ölkələrində dövlət ata fəlsəfəsi ilə yanaşdıqda, dövlətə bir ata kimi yanaşdıqda, sanki öz yolunu müəyyən bir istiqamətdə azmış və yaxud öz yolundan sapmış vətəndaşına bir ata şəfqəti ilə yanaşaraq yenidən düz yola qayıtması üçün ona şərait yaradır. Və burada biz diqqət yetirdikdə nəyi müşahidə edirik? Vətəndaşların həqiqətən də bax, bu günləri, bu önəmli günləri, bizim 28 may müstəqillik günlərimizi inamla və həvəslə gözləməsidir. Və hər kəs güvənir ki, inanır ki, öz ölkə rəhbəri bu proses nə vaxtsa baş tutacaq və əmindir bu proses. Mən siz müraciətləri deyirsiniz, təbii ki, Cələ xanımlar daha çox müraciətlər olur. Mən o müraciətləri müşahidə edirəm, mənə müraciətlər olur. Bu insanların hər birinin müraciət etməsi əslində dövlətə olan inamdan irəli gəlir. O inam olmasaydı heç bir yerə də müraciət olmayacaqdı. Müraciət onu göstərir ki... Hətta bununla bağlı səhv etmirəmsə, dəfələrlə təşəkkür məktubları da almışsınız. Təşəkkür məktubları yazılır, Milli Məclisə, Milli Məclisin rəhbərliyinə, bundan başqa administrasiya, cənab prezidentin bu təşəkkür məktubları və bayaq dediyimiz kimi müraciət mexanizminin özü artıq o inamın formalaşmasının bir nümunəsidir. Çox doğru olaraq həmkarım qeyd etdi ki, xanım birinci vitse-prezident Mehriban Əliyevanın özünün təşəbbüsü ilə deputat olarkən amnistiya haqqının həyata keçirilməsi, bu istiqamətdə qanunvericilik təşəbbüsünün irəli sürülməsi, bu da sonraki müddətdə artıq ölkənin birinci vitse-prezidentinin öz vətəndaşlarına olan bir diqqət və qayğının bir nümunəsidir. Və bizim vətəndaşların təbii ki, azadlığa çıxdıqdan sonra dövlətin də onlardan gözləntisi vardır. Gözlənti ondan ibarətdir ki, təkrarı cinayətlər törədilməsin və artıq cəmiyyətə faydalı bir vətəndaş kimi keçmişi geridə qoyaraq yeni bir həyata başlasın. Və bu yeni bir səhifə Azərbaycanın quruculuq səhifəsidir. Çünki indi Azərbaycan bütün Qafqazda və MDB məkanında dünya dövlətləri arasında bir
nümunə bir ölkədir. Bu nümunə nədən irəli gəlir? Öz ərazisini bərpa edərək indi Azərbaycan dinc quruculuqla məşğuldur. Burada bizim hər bir vətəndaşımızın bu istiqamətdə fəaliyyətinə və öz vətəninə sədaqət göstərərək xidmətinə ehtiyacımız vardır. Ona görə də mən fikirləşirəm ki, ümumi fikirlərimi ümumiləşdirərək qeyd etmək istəyirəm ki, bu vətəndaş dövlət arasında sosial dövlət modelinin uğurlu bir tətbiqidir. Sosial dövlət modelinin bəyandan çox həyata keçirilməsinin, elementlərinin həyata keçirilməsinin bir nümunəsidir və bundan başqa dövlətlə vətəndaş arasında yaranmış o ülvi bağın daha da yeni mərhələyə, möhkəmlənməsinə və yeni mərhələyə adlamasına bir vəsilədir. Cərəh xanım, siz bir qədər əvvəl dediniz ki, cənab prezidentin bu humanist addımı kimi qələmə verilməlidir. Ümumiyyətlə, prezidentin bu humanistliyini, qəlbindəki o dərin, incə hissləri deyəndə, başda olaraq siz nələri nəzərdə tuturdunuz bu barədə? Bilirsiniz, bizi 2003-cü ildən 21-22 ilə yaxın bir müddət ayırır və bu illər ərzində biraz əvvəl də söylədiyim kimi verilişin əvvəlində biz prezidentin ilk dəfə verdiyi sözün vətəndaşı qarşısında, ölkəsi qarşısında and içərkən verdiyi sözün arxasında nə qədər ciddi bir şəkildə dayandığının onun hər bir addımında, onun hər bir əməlində şahidi olduq biz. Cənab Prezident ölkədə bütün təbəqələrə, istər uşaq olsun, istər yaşlı olsun, qadın olsun, kişi olsun, hər bir insana qarşı, hər bir vətəndaşına qarşı çox böyük bir diqqətlə və qayğı ilə yanaşdı. Ümumilikdə yanaşanda, əlbəttə ki, ayrı-ayrılıqda hər bir fərdə xitab edən sərəncamlara, ümumi məzmunda baxanda, bir anlıq gəlin elə sosial sahədə həyata keçirilən islahatlara baxaq. Yəni, bu artıq bütün dünyada da istər qəbul etsinlər, istər etməsinlər, amma təksib edilməz bir faktdır ki, Azərbaycan sosial layihələr, sosial islahatlar sahəsində inqilabi addımlar atdı. Həmin günə qədər mövcud olmayan reformalar həyata keçirildi və bu islahatlarla Azərbaycanın bütün vətəndaşlarına xitab edildi. Hər bir vətəndaşın həyat şəraitini yaxşılaşdırılması üçün, ailəsinin daha əmin-aman, rifah bir halda yaşaması üçün böyük addımlar atıldı. Layihələr həyata keçirildi. Azərbaycan iqtisadi layihələrə imza atdı. Bu iqtisadi layihələrin də hər birinin arxasında insan amili dayanır. Heç təsadüfi deyil ki, cənab prezidentin ilk fikirlərindən irəli atdığı aspektlərdən biri Azərbaycanda insan amili ən əhəmiyyətli amildir, insan potensialı ən əhəmiyyətli potensialdır və biz bütün addımlarımızda, fəaliyyətimizdə bu amili gücləndirmək üçün çalışacağıq. Və həqiqətən də biz bunu ötən illərdə, keçdiyimiz bu illərin ərzində addım-addım, bircə-bircə şahid olduq. Azərbaycan eyni zamanda bugün sadəcə daxili siyasətini deyil, həm də xarici siyasətini balanslı bir şəkildə qurur. Və bu balanslı siyasət xarici ölkələrlə beynəlxalq aləmdə qurulan bu balanslı siyasətin də yenə də arxasında Azərbaycan vətəndaşı dayanır. Yenə Azərbaycan vətəndaşının əmin-amanlığı dayanır, sabitliyi dayanır. Ölkənin sabitliyi demək, əlbəttə ki, vətəndaşın həyat şəraitinin daha da yaxşı olması deməkdir, sabitliyi deməkdir. Və əlbəttə ki, biraz əvvəl də söylədik, bu verilən əf sərəncamları, imzalanan bu aktların hər birinin arxasında insan taleyi dayanır. Və bu insan taleyi sadəcə bir nəfərlə məhdudlaşmır, hər bir insanın aid olduğu ailə də eyni zamanda var. Biraz əvvəl hörmətli həmkarım da söylədi, siz də sual verdiniz. Bu insanların ailələri bugün böyük sevinç içərisindədirlər, böyük bir rahatlıq içərisindədirlər. Bizə söylədiyiniz kimi onlarla yüzlərlə müraciətlər daxil olur, bir şəkildə kömək göstərilməsi xahiş olunur və əlbəttə ki, cənab prezidentin də
elə bu əv sərəncamı bir daha qeyd etmək istəyirəm ki, əslində elə Azərbaycanda bütün təbəqələrə xitab edən bir sərəncam olaraq qiymətləndirilməlidir. Və ümumiyyətlə siz sual verdiniz ki, prezidentimizin humanist addımları deyərkən nəyi nəzərdə tutulur? Ümumilikdə bugün hər bir dünya insanına gün kimi aydındır və Azərbaycan vətəndaşına da aydındır ki, Azərbaycanımızda bir mənalı olaraq həyata keçirilən siyasət birbaşa humanizm siyasətidir. Bütün sahələr üzrə, istər iqtisadiyyatda olsun, istər sosial sahədə olsun, istər mədəniyyət sahəsində, istər təhsil sahəsində, istər tibb sahəsində, bunu əlbəttə ki, həmkarım daha yaxşı şərh edər yəqin ki, yəni bütün sahələrdə məcmu şəkildə atılan addımların, verilən fərmanların, sərəncamlarının hər birinin arxasında prezidentimizin düşünülmüş siyasəti və bu siyasətin kökündə dayanan humanizm faktorları dayanır. Mən istəyərdim elə biz danışdıq bu barədə, əbəs yerə bu sərəncam həm də verilməmişdi. Çünki qarşıdan elə sabahçısı gün 28 may ölkəmizdə Respublika günü kimi, üzr istəyirəm, elə müstəqillik günü kimi qeyd olunacaq. İstəyərdim Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına artıq 107-ci il ötür. Dövlətçilik tariximizdə AXC-nin ümumiyyətlə yerini və rolunu necə dəyərləndirmək olar? Təbii ki, müxtəlif yanaşmalar vardır. Biz diqqət etsək, təbii ki, Azərbaycanın o zaman bir cümhuriyyəti ərsəyə gətirə bilməsi şərqdə bir günəşin doğması idi. Çünki şərqdə Avropa mədəniyyətinə uyğun və Avropa siyasi sisteminə uyğun o zamanlar, düşünək o zaman insanlarımızın hansı təhsil səviyyəsi vardı və ölkədə əhalinin sayı və düşdüyü durum hansı imperiyanın tərkibindən qopması bir zamanını düşündükdə təbii ki, çox qeyri-adi bir hadisə idi. Azərbaycan xalqının əslində o şərqdə necə aparıcı bir xalq, necə savadlı, düşüncəli və dövlətçilik qurmağa layiq olan bir xalq nümunəsinin bir göstəricisi idi. Amma o zamanki bir başqa prizmadan diqqət yetirdikdə biz nəyi müşahidə edirik? Zamanı sanki bir qədər qabaqlayaraq, bir qədər də bəzi hallarda voluntarist düşüncə ilə yanaşaraq sanki bir adada əvvəlki utopik sosialistlərə düşüncə tərzinə uyğun şəkildə qeyri-adi bir fərqli bir cümhuriyyətin qurulması fikirləri əslində cəmiyyətdəki ziyalıların düşüncə tərzinin o zamanın tələblərində və o zamanın reallığından bir qədər qopması və bir qədər irəli getməsinin bir nümunəsidir və son nəticədə hansı şəraitdən asılı olmayaraq adətən bir qədər fərqli yanaşmalar, süni yanaşmalar son nəticədə uğursuzluqla nəticələnir. Amma biz geniş prizmadan baxdıqda təbii ki, bir respublikanın qurulması və bu istiqamətdə fikirlərin ən azından fikir olaraq, bir düşüncə olaraq irəlici olması sonraki proseslərə də start verilmişdir. Bəzi hallarda indi birinci, ikinci respublika termini irəli sürülür, anlayışı irəli sürülür. Bunlar razılaşmaq da olar, razılaşmamaq da olar. Amma mən fikirləşirəm ki, birinci respublika kimi biz dəyərləndirə bilərik Cümhuriyyəti. Çünki birinci respublika sonraki zamanda əslində Azərbaycanda Sovet deməli, müttəfiq respublika şəklində Azərbaycanın elə yaşaya bilməsi də birinci respublikanın qurulması bir növ ona bir səbəb verdi, bir təkan verdi və indiki dövrümüzə qayıtdıqda bir bağı qurmaq üçün, tarixi bağı qurmaq üçün mən bunu tam səmimiyyətimlə deyirəm. Bir neçə tədbirdə də bu fikirlərdə olmuşam. Bu fikirləri sürürəm ki, indi biz tam əminliklə artıq 3-cü respublikadan danışa bilərik. Çünki 3-cü respublika Müzəffər Ali Başkomandanın rəhbərliyi altında uğur qazanmış cümhuriyyətdir, uğur qazanmış respublikadır və xalqını tarixi keçmişinə əminliyini özünə qaytarmış bir cümhuriyyətdir və bizim indiki müstəqil Azərbaycanımız əslində əsrlərdən bəri hər bir kəsin qəlbində, duyğularında yaşatdığı, elə bura birinci cümhuriyyəti də aid edə bilərik, Sovet
sisteminin tərkibində Bəli, olan bəli. müttəfiq respublikada yaşayan insanların da qəlbindəki duyğuları bura aid edə bilərik ki, heç bir uğursuzluqlarla, bütün uğursuzluqlarla mübarizə apararaq, hətta keçmişdən bizə qalmış mirası tarixin çöplüyünə ataraq Müzəffər Ali Başkomandanın rəhbərliyi altında xalq səfərbər olundu və indi tam suverenliyi bərpa olunmuş, gələcəyə ümidlə baxan, gələcək qələbələrə yelkən açmış bir Azərbaycandır və bu Azərbaycanda yaşadığımıza görə məncə bu əslində tarixi günlərdir. Bu tarixi günlərdə hər birimiz yaşadığımıza görə əslində xoşbəxtlik. Bəli. Və əslində bu günlərin, bu ayların, bu illərin böyüklüyünü, bu illərin nə dərəcədə tarixliyini ola bilər biz indi hal-hazırda hiss etməyə bilərik. Amma zaman bu bəli hiss olunur. Zaman keçdikcə əsrlərdən gələn o tarixi yaddaşı və reallıqda həyata keçirən liderin nə qədər önəmli olduğunu biz bir daha görürük. Bəyan etməklər, fikirlər, düşüncələr önəmlidir. Hər bir şey düşüncə ilə, hər bir şey sözlə başlayır. Amma o düşüncələri həyata keçirib, real həyatda uğur qazanmaq hər bir liderə məxsus olmur və Azərbaycan xoşbəxtdir ki, Cənab Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin timsalında o liderə layiq bir xalqdır. Jara xanım, müasir Azərbaycan Respublikası elə Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bugün müstəqil dövlətimizin inkişafı, beynəlxalq müstəvidə tutduğu mövqe ilə bağlı sizin fikirləriniz bizim üçün maraqlılardır. Nələr söyləmək olar? Bəli, doğru söyləyirsiniz ki, müasir müstəqil Azərbaycan Respublikası əslində bundan 107 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və biz bu tariximizi yaşadırıq, bu tarixlə qürur duyuruq. Şərqdə ilk demokratik cümhuriyyətin qurucuları olan insanları əlbəttə ki, biz bu günlərdə yenə də ehtiramla yad edirik və heç təsadüfi deyil ki, elə Cənab Prezidentin tapşırığı ilə, sərəncamı ilə bu cümhuriyyəti quranların xatirəsini əbədiləşdirmək üçün Bakımızın mərkəzində xatirə abidəsi kompleksi də illər əvvəl inşa edildi və hər il artıq bir ənənə halını alıb Cənab Prezident və ölkənin birinci xanımı, birinci vitse-prezident bu abidəni ziyarət edirlər və onların ruhu qarşısında ehtiramlarını ifadə edirlər. Əlbəttə ki, bu yerdə Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin bir kəlamını da mütləq xatırlamalıyıq. Heydər Əliyev deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən çətindir. Bəli, bəli. Bu təksib edilməz bir faktdır və ən azından biz özümüz ötən əsrdə bunu yaşadıq. Bəli, bundan 107 il əvvəl qurulan, amma çox təəssüflər olsun ki, xarici, daxili təzyiqlərlə o zamanın deyək ki, şərtləri altında bu respublika sadəcə 18 il yaşaya bildi və o 18 ildən sonra ötən 70 il ərzində insanımız azad olmaq istəyini, müstəqil olmaq arzusunu heç bir zaman itirmədi və nəhayət ötən əsrin sonlarına doğru 90-cı illərdən etibarən Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdi və müstəqil bir şəraitdə yaşamağa başladı. Lakin yenə də elə həmin andan etibarən Azərbaycanın qarşısına çıxan sədlər, məxsusi olaraq çıxarılan problemlər, qarşımıza çıxarılan problemlər, ölkə daxilində ölkənin haradasa vətəndaş müharibəsinə sürüklənməsi, xaos, hərc-mərclik, ölkənin xaricində işğalla qarşılaşmağımız, özümüzün öz torpaqlarımızda qaçqın, köçkün vəziyyətinə düşürülməyimiz daha doğrusu məqsədli olaraq Azərbaycana uzanan məkirli əllər, məkirli niyyətlər, Azərbaycanı tamamilə parçalayıb dünya xəritəsindən, coğrafiyasından silmək təşəbbüsləri, cəhdləri, bütün bunların qarşısında əlbəttə ki, ancaq böyük bir lider dayana bilərdi. Nüfuzlu siyasi bir lider, dahi bir insan dayana bilərdi ki, Azərbaycan xalqı düzgün seçimini etdi və prezident Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi və onun zamanında Azərbaycan yox olmaqdan, məhv olmaqdan tamamilə qurtuldu, xilas oldu və yeni bir Azərbaycan quruldu. Bugünkü Azərbaycanın təməlləri həmin dövrdə atıldı.
Və ötən illər ərzində isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə Azərbaycan möhkəmləndi, Azərbaycan daha da gücləndi, Azərbaycan dünyada çox güclü iqtisadi tərəfdaşlar qazandı və bugün sözün əsl mənasında, yəni bu bizim belə deyim ki, necə deyim, özümüz qarşısındakı fikrimiz, etirafımız deyil, artıq bütün dünyanın da qəbul etmək məcburiyyətində olduğu bir fakt var ki, bugün Azərbaycan həqiqətən də bölgənin və dünyanın çox əhəmiyyətli, nüfuzlu bir ölkəsidir artıq. Və Azərbaycanın fikri ilə, Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir bəzi ölkələr. Azərbaycan həqiqətlərini hətta görmək istəməyən, Azərbaycanın ədalətini görmək istəməyən, görməməzlikdən gələn qüvvələr, qurumlar, təşkilatlar, ölkələr belə və onların rəhbərləri belə bugün məhz Azərbaycan Prezidenti İlham Əliyev nüfuzu qarşısında, onun həyata keçirdiyi siyasət qarşısında əlbəttə ki, belə deyim ki, düşünmək məcburiyyətindədirlər və ən azından elə öz ölkələrinin, öz insanlarının gələcək həyatını, gələcək əminamanlığını, burada söhbət bölgədən gedir daha çox, əlbəttə ki, illərdən bəri bizə qarşı işğalçılıq siyasətini həyata keçirilən ölkə olan Ermənistandan daha çox söhbət gedir. Yəni, ən azından öz ölkələrinin, xalqlarının rifahını düşünürlərsə, əlbəttə ki, Azərbaycan faktorunu da nəzərə almaq məcburiyyətindədirlər. Bəli, Azərbaycan bugün biraz əvvəl də qeyd etdik, balanslı bir siyasət həyata keçirdi. Azərbaycanın heç bir dünya ölkəsində, heç bir xalqın torpağında bugünə qədər gözü olmayıb və yoxdur da. Bunu Prezidentimiz çox açıq şəkildə, bariz faktlarla, tez işlər şəklində dəfələrlə bəyan edir. Azərbaycan bütün ölkələrin daxili siyasətinə hörmətlə yanaşır, müdaxilə etmir, amma eyni zamanda eyni mövqeyi də, eyni yanaşmanı da öz ölkəsinə qarşı tələb edir. Qarşı tərəfdən biz ölkəmizə qarşı, ölkəmizin atdığı addımlara, demokratiya prinsiplərinə əsaslanan addımlara hörmət tələb edirik və biz bütün fəaliyyətimizi də məhz bu prinsiplər əsasında qururuq. Həm ölkə daxilində, həm də ölkə xaricində bütün beynəlxalq təşkilatlar və ölkələrlə birinci növbədə Azərbaycanın özünə, Azərbaycan torpaqlarına, Azərbaycan insanına hörmət prinsipinə yanaşaraq, yəni bu tələbimiz bizim ən əhəmiyyətli tələb olaraq bugün gündəlikdədir. Müşüməm, Azərbaycan uğurlarını Jalə xanım da bir qədər əvvəl qeyd etdi ki, saymaqla bitmək olmaz, beynəlxalq arenada öz sözünü deyir, diktə edən tərəf kimi çıxış edir. Elə bu yaxınlarda Budapeştdə Türkiyə Dövlət Təşkilatlarının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Cənab Prezident İlham Əliyev də həmin görüşdə çıxış etdi, müxtəlif fikirlər səsləndirdi, eləcə orada bəyanatlar da imzalandı. İstəyərdim bu görüşün həm görünən, həm də görünməyən tərəflərindən nəzər yetirək. Əslində bu görüş nəyə hesablanmışdı, dünyaya hansı mesajları verdi və bizim üçün əhəmiyyəti nədən ibarət oldu bu barədə? Buyurun. Birinci bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, bu görüşün Budapeştdə keçirilməsi. Yəni Avropa Birliyinin bir üzvü olan ölkənin, o cümlədən də Türk Dövlətlər Təşkilatına xüsusi münasibətinin formalaşması və biz hər birimiz böyük ümidlə gözləyirik ki, Macarıstan da tez Türk Dövlətləri Təşkilatının tam hüquqlu aparıcı üzvlərindən biri olacaqdır. Bir məqam bu mühüm əhəmiyyət kəsb edir. İkinci məqam Avropa Birliyi ilə Orta Asiya ölkələri arasında zirvədə bəzi qərarların qəbulu, o qərarların Azərbaycanın strateji istiqaməti, Türkiyənin bir strateji tutduğu yol istiqamət baxımından bir qədər narahatlıqlar yaransa da o narahatlıqların götürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Və bilirsiniz ki, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin bərabər hüquqlu üzv və Azərbaycan bütün mümkün olan vasitələrlə həm bəyan şəklində, həm də əməli fəaliyyətlə Şimali Kipr Türk Cümhuriyyətinin də kənarda qalmaması üçün bütün adımlar atmışdır və orada aparılan proseslərdə də, həm kulislərdə, həm də ümumi bəyanlarda da bu göründü ki, Azərbaycan bəyan etdiyi sözlərin arxasında hər zaman olan bir ölkə kimi bu fikirlərdən də geri çəkilməmişdir, əksinə inkişaf etməsinin tərəfdarıdır. Və biz bir növ
Türk dünyasında bunu tam səmimiyyəti ilə və açıq şəkildə bəyan etmək olar ki, əslində ən aparıcı ölkə elə Azərbaycandır. İstər fikirlər baxımından, istər keçmiş MDB məkanında, yəni bu bir faktdır ki, Türk Dövlətləri Təşkilatının üzvlərinin böyük bir hissəsi keçmiş MDB məkanında, keçmiş SSR-də olmuş deməli, müttəfiq respublikalardır və MDB məkanında söz sahibi kimi Azərbaycan daha çox həmin ölkələrlə düşüncələri, siyasətləri, anlayışları baxımından aparıcılıq olunur və artıq bəyan olunmuş prinsip bir millət, iki dövlət Türkiyə ilə və bir millət, iki dövlət bəyanından sonra isə Azərbaycanın bütün fikirləri əslində elə bir millətin fikridir, yanaşmasıdır, istiqamətlənməsidir və digər biz Orta Şərqdəki gedən proseslərə nəzər yetirsək, Mərkəzi Asiya qonşu olan ölkələrdə, qlobal cənubda gedən proseslərə diqqət yetirsək, onu müşahidə edirik ki, bir növ milli ayrı-seçkilikdən başqa biz məzhəb ayrı-seçkiliklərinin alovlandırılması, bəzi ölkələrin siyasi yanaşmasında məzhəbçi politik siyasətləri ön cərgədə tutmasından fərqli olaraq Azərbaycan qucaqlayıcı həm İslam dünyasında, həm Türk dünyasında daha çox qucaqlayıcı və birləşdirici amilləri daha ön planda tutur və bu baxımdan biz Orta Şərqdəki ərəb ölkələrlə hansı münasibəti qura biliriksə, İsraillə dostluq, qardaşlıq münasibətlərini davam etdirə bilirik. Əgər Türkiyə ilə bir millət, iki dövlət bəyanı edib və onu real həyata keçirdə biliriksə, digər tərəfdən Şimali Kipr Türk Cümhuriyyəti bir sıxıntıya düşdükdə sərt şəkildə müdafiə edərək əməli addımlar ata bilir Azərbaycan. Əslində, Türk dünyasına necə xidmət etməkdir, bunu içi boş olan frazalarla ifadə etməkdən daha çox real addımlarla Azərbaycan sübut edir ki, necə etmək olar. Türkiyə dövlətinin Rusiya ilə bir problemi yarandıqda o zaman xətrinizlərdə Suriya ilə gedən proseslərdə Azərbaycanın hansı aparıcı rolu, eləcə də İsrail dövləti ilə olan proseslərdə Azərbaycanın hansı aparıcı rolu həyata keçirməsi və o cümlədən də Avropanın aparıcı ölkəsidir indi. Gəlin etiraf edək ki, Sovetlər bloku dağıldıqdan sonra ən aparıcı ölkələrdən biri Şərq blokunda Macaristandır. Macaristan rəhbəri ilə də olan münasibətlər bizim möhtərəm cənab prezidentin Azərbaycanı hansı mövqedə, ölkələr hansı mövqedə durmağından asılı olmayaraq Azərbaycanın lider rolunu qəbul etmələrini müşahidə edirik. Özət şəklində bir yekunlaşdıraraq fikirləri qeyd etmək olar ki, Türk Dövlətləri Təşkilatında bundan sonraki inkişafı Azərbaycanın atacağı addımlardan və Azərbaycanın tutacağı mövqedən sıx bağlıdır və Türkiyə dövləti ilə olan qardaş münasibətin bir daha həmin görüşdə ifadə olunması, Türkiyə prezidenti tərəfindən ifadə olunması və çox səmimi şəkildə ifadə olunması, doğrudan da qardaşlara xas olan bir münasibətdə münasibətlərin sərgilənməsi artıq bayaq dediyimiz Azərbaycanın bu rolu həyata keçirəcəyini əminliyi bir daha artırır. Cərə xanım, bununla bağlı, siz bu məsələlə bağlı hər hansı fikriniz varsa, buyurun. Təşəkkür edirəm. Ötən həftə həm də dünya ictimaiyyətinin diqqəti Macarıstan yönəlmişdir. Azərbaycan Respublikasının prezidentinin Macaristana qeyri-rəsmi işgüzar səfəri, bu səfər çərçivəsində həyata keçirdiyi görüşlər və eyni zamanda deməli Türk Dövlətləri Təşkilatlarının dövlət başçılarının növbəti zirvə görüşündə iştiraki və bilirik ki, zirvə görüşü ötən il Şuşada Azərbaycanımızın, Qarabağımızın böyünən ürəyi olan Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmişdi və bu estafeti bugün Macaristanın alması, ələ alması və Macaristana davam etməsi elə eyni zamanda həm də bir rəmzi məna daşıyır. Macaristanın Azərbaycana verdiyi diqqət, əhəmiyyət və göstərdiyi diqqəti bir daha ortaya qoyur və bu ölkədə olarkən cənab prezidentin həm mətbuata verdiyi açıqlama, bəyanatı, həm də
dövlət başçılarının zirvə toplantısındakı çıxışında toxunduğu aspektlərin hər birində dəyişən dünya nizamı, dəyişən dünya şərtləri çərçivəsində, doğrultusunda Azərbaycanın yeri, Azərbaycanın atacağı addımlar, Azərbaycanın mövqeyi və xüsusi olaraq qeyd etmək istəyirəm ki, dəyişməz olan mövqeyi bir daha açıq şəkildə bəyan edildi. Burada ikinci deməli Qarabağ müharibəsindən başlayaraq BMT nizamnamələrinə Azərbaycanın əməl edərək həyata keçirdiyi deməli müharibə, eyni zamanda Qarabağ müharibəsindən sonra sülh danışıqları prosesi ilə bağlı verdiyi məlumat, bu proseslərə Ermənistanın qərəzli şəkildə, məqsədli şəkildə hər vəclə həm özünün, həm də havadarlarının mane olmağa çalışması faktlarının bir daha ortaya qoyulması, eyni zamanda Azərbaycanın Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlığı haqqında fikir bəyan edilməsi, Macarıstanın bugün əhəmiyyətli olan Azəri Çıraq, Günəşli, Şah dəniz yataqlarında təbii qaz ixracatı sahəsində Macarıstanla əməkdaşlıq edilməsi və bütün bu addımların arxasında iki dost və qardaş ölkə kimi birgə göstərdiyimiz fəaliyyətin bir daha önə çəkilməsi faktları əlbəttə belə deyim ki, diqqət çəkdi hər birimiz tərəfindən və zirvə toplantısı sırasında isə prezidentin məhz türk dilli xalqlarla, Türk Dövlətləri Təşkilatının bugünü və gələcəyi ilə bağlı fikirləri də çox əhəmiyyətli idi, çox təqdir edici idi və gəlin bir anlıq cənab prezidentin deməli parlamentdə andışmə mərasimində söylədiyi bir fikrə qayıdaq. Azərbaycan ailəsi, bizim ailəmiz Türk ailəsidir. Bu əhəmiyyətli bir mesaj idi. Bu 21-ci əsr Türk dünyasıdır, Türk əsridir deyilən ifadənin cənab prezident tərəfindən bariz bir şəkildə bir daha ortaya atılan və öz təsdiqini tapan və belə deyim ki, eyni zamanda müdafiə edilən, prezident səviyyəsində müdafiə edilən bir fikir idi bu tezisin ortaya atılması. Bəli, bugün biz görürük ki, elə dünən ölkəmizdə keçirilən növbəti dəfə beynəlxalq bir toplantı olan İslamofobiya mübarizə sahəsində həyata keçirilən toplantı və bu toplantıya da cənab prezidentin verdiyi bəyanat, müraciət özlüyündə bir daha göstərir ki, bəli, bugün bütün dünyanı narahat edən bəzi ünsürlər var, bəzi elementlər var ki, biz onunla mübarizə aparmalıyıq, ölkə olaraq aparmalıyıq mübarizə, birlikdəlik nümayiş etdirərək. Amma bu birlikdəlik, bu mübarizə əsla və əsla silahlı mübarizə deyil, əsla və əsla müharibənin dili ilə, belə deyim ki, silahların dili ilə aparacağımız mübarizə deyil. Biz bütün illərdən bəri irəli sürdüyümüz və sadiq qaldığımız tolerantlıq, sülhpərvərlik missiyamızı bugün də həyata keçiririk və bütün dünyanı da həmin bu missiyaya sadiq qalmağa, həmin missiyanı həyata keçirməyə dəvət edirik. Çünki qlobal şəkildə yanaşaraq düşünməliyik ki, dünya sadəcə bizdən, bizim ölkəmizdən, bizim ölkələrimizdən, bunu bu şəkildə düşünənlər var, təəssüflər olsun ki, qərbdə ibarət deyil. Hər bir dünya insanı bərabər hüquqludur və hər bir dünya insanının, belə deyim ki, hüquqlarına hörmətlə yanaşılmalıdır. Necə ki, Azərbaycan yanaşır, Azərbaycan sadəcə öz ölkəsi üçün, öz xalqı üçün bu ədaləti, bu haqqı tələb etmir. Eyni zamanda bugün ikili standartlarla yanaşılan, bugün hüquqları tapdalanan, diskriminasiya edilən bütün ölkələrə, bütün xalqlara qarşı qərbdən və bəzi dairələrdən haqq və ədalət tələb edir. Bizim yanaşmamız bundan ibarətdir və düşünürük ki, elə Macaristanda da həmin aspektlər bir daha irəli sürüldü və Türk dünyasının birliyi, Türk dünyasının ittifaqının nə qədər vacib olduğu bir daha cənab prezident tərəfindən bütün dünyaya bəyan edildi. Son olaraq belə bir sual vermək istəyirəm. Elə çıxışlarda da belə ifadələr səsləndi ki, Ermənistan bütün layihələrdən kənarda qalır,
bəzən bilərəkdən, bəzən bilmərəkdən qoşulmur. Ümumiyyətlə soruşmaq istəyirəm, elə bu qoşulmamağın özü, eləcə də Azərbaycan-Ermənistan arasında hal-hazırda sülh müqaviləsinin imzalanmaması və bunun əksinə olaraq Ermənistanın növbəti təxribatlarının şahidinin olunması Azərbaycana qarşı bunlar nədən xəbər verir? Niyə Ermənistan hələ də sülh müqaviləsinin imzalanmaqda maraqlı tərəf kimi çıxış eləmir və bu sülh müqaviləsinin imzalanması yaxın zamanlarda baş verə bilərmi? Verməyəcək təqdirdə nələr ola bilər? Proseslər hansı məcraya yönələ bilər? Mən düşünürəm ki, bunun bir neçə aspekti vardır. Birinci, daxili aspektlərdir. Ermənistanda gedən proseslər, Ermənistanda Ermənistan üçün 5-ci kolon hesab olunan qüvvələrin daim gözünün şimalda olması və bir uyğun Ermənistan iqtidarının hansısa bir uğursuzluğu onların uğurudur prinsipində yaşayaraq tamamı şəkildə gözləmə hissini yaşaması və o gözləmənin Ermənistan iqtidarında yaratdığı stres, gərginlik bu bir məsələ. Bir tarixi olaraq biz nə qədər açıqlamalarda səmimiyyət tonları görsək belə, nə qədər açıqlamalarda tarixi Ermənistanla Paşinyan tərəfindən bəyan olunmuş real Ermənistan arasında fərqlərə müraciət olunsa da, bu fərqləri xalq tərəfindən qəbul olunması istiqamətində təlqinlər olunsa da, amma biz onu yəni görürük ki, Ermənistan düşüncəsi, erməni düşüncəsi və erməni tarixi yanaşması əslində hər zaman o duyğuların gözlənilərək istənilən zamanda saldırıya keçirilməsi xislətindən hələ də əl çəkilməməsinin bir nümunəsini görürük. Üçüncü məsələ isə regionda gedən geosiyasi proseslər və xarici amillər. Xarici amillər də onunla bağlıdır ki, Ermənistan uğursuz bir dövlət olduğuna görə, hələ də formalaşmış müstəqil siyasəti olmayan bir ölkə olduğuna görə bir dəfə bu xalq tərəfindən çox gözəl ifadə olunmuş bir termin vardır Azərbaycan xalqı tərəfindən. Bir dəfə nala, bir dəfə müxabara. Və ona görə də biz bir dəfə pozitiv Ermənistan rəhbərliyini görürük, bütün sülh müqaviləsinə açıq, yol qovşaqlarını bəyan edən və sanki ən konstruktiv bir ölkə imicində görürük. Amma axşama doğru isə tamamilə fərqli, tamamilə başqa bəyanlarda olan və bunun da obyektiv tərəfləri ondan ibarətdir ki, o xaricdəki olan sponsorların nə düşünmələrindən asılı olan qərar verən bir ölkədir. Ona görə də təbii ki, belə ölkələrlə də ciddi bir prosesləri yürütmək çox çətin olur. Bilirik ki, biz hər zaman Cənab Prezident bəyan etmişdir ki, bizim sözümüz imzamızdır. Azərbaycanın sözü onun imzasıdır. Azərbaycan verdiyi sözlərə mərhələ-mərhələ irəliləyir və o sözlərin üstündə durmuşdur. İndi top Ermənistan tərəfdədir. Amma çox təəssüf ki, biz hələ də müxtəlif ziqzaqvari gedişlərin şahidi oluruq. Sülh müqaviləsinin gələcəyinə baxdıqda isə artıq sülhdən başqa bir çıxış yolu yoxdur. Çünki Azərbaycan burada diktə edici tərəfdir, sülhə məcbur edən tərəfdir. Biz sülhü təbii ki, görəcəyik. Amma Ermənistan iqtidarının bu yanaşması ilə biz hələ də bir uzun müddətli bəzi belə ziqzaqları müşahidə etsək də belə zaman yenə Azərbaycanın xeyrinə işləyir və bu Azərbaycanın xeyrinə işləmək Türkiyə prezidentinin də bəyan etdiyi kimi əslində sülh yaratmış şəxs kimi tarixə düşmüş bizim möhtərəm cənab prezidentimiz artıq o sözünü demişdir. Sadəcə zaman məsələsidir. Sonda sizin də hər hansı maraqlı fikirləriniz varsa alaq. Təşəkkür edirəm. Gündəmimiz, Azərbaycan gündəmi çox əhəmiyyətli hadisələrlə, çox böyük uğurlarla zəngindir. Bəli, biz veriliş boyu bunların bir neçəsinə toxunduq. Düşünürəm ki, ümumiləşmə apararaq bir daha qeyd etməliyik ki, həqiqətən Azərbaycan çox əhəmiyyətli, belə deyim ki, addımlar atır. Azərbaycan bugün bütün dünyaya bir daha mövqeyini, kimliyini nümayiş etdirir, isbat edir. Azərbaycan bugün dünyanın güclü bir ölkəsidir. Azərbaycan dövlətinin rəhbərinin nüfuzu artıq fenomen bir nüfuza çevrilməkdədir və biz bunu görürük sözün əsl mənasında. Və biz burada verilişdə bir aspektə toxunmadıq. Bugün Qərbi Azərbaycan, bu bugün Azərbaycanımızın əhəmiyyətli hədəflərindən biridir. Bir ifadə səsləndirdim biraz əvvəl. Azərbaycan
nə hansı addımı atırsa atsın, o addımlarının hər birində tolerantdır, sülhpərvərdir. Həm ölkəsinə, həm də dünyaya əmin olmaq istəyir. Qərbi Azərbaycan ideyasında da, ideologiyasında da yenə də tarixi ədalətin bərpa edilməsi arzusu, istəyi, tələbi ilə yola çıxaraq, silahlanaraq bu arzuyla eyni zamanda heç bir deyək ki, dünya ölkəsinin və insanının haqqını, ədalətini çeynəmədən, tapdalamadan öz xalqının ədalətini, öz tarixinin bərpasını, öz tarixi torpaqlarının bərpasını tələb edir və bu yolda da həm diplomatik cəhdlərini, həm siyasi cəhdlərini, danışıqlarını davam etdirəcəkdir. Mənəviyyat yolu ilə, siyasi danışıqlar yolu ilə, diplomatik danışıqlar yolu ilə, sülhpərvər danışıqlar yolu ilə Azərbaycan öz niyyətlərinə çatmaq üçün əlbəttə ki, böyük bir yola çıxmışdır və düşünürük ki, gələcək Azərbaycanındır və Azərbaycanın rəhbəri olan cənab prezidentlə birlikdə irəlilədiyimiz yoldadır. Təşəkkür edirik. Hər birinizə dəyərli vaxtınızı ayırdınız, studiyamıza gəldiniz, suallarımız ətrafında dolğun məlumat verdiniz. Minnətdarıq sizə. Mən bu arada bir daha tamaşaçılarımızın diqqətinə çatdırım ki, bugün biz cənab prezident İlham Əliyev tərəfindən ötən gün imzalanmış əfv sərəncamını, eləcə də sabah 107-ci il dönümünü qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının il dönümündən, eləcə də Azərbaycan-Ermənistan münasibətlərindən və bu kimi digər regional məsələlərdən danışdıq. Bizim verilişə isə Clean House təmizlik vasitələrinin sponsorluğu ilə baxdınız. Bizdən bu qədər. Sağ olun, salamat qalın.